Azərbaycanı tanı, sev, qoru, yaşat. Bu Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman Mərkəzində Saf Həyat naminə Gənclər İctimai Birliyi və Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən seminarın əsas mövzusu olub. Tədbir maraqlı məqamlarla yadda qalıb. Bugün Saf Həyat naminə Gənclər İctimai Birliyi və Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman Mərkəzində tədbir keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanı tanı, sev, qoru, yaşat layihəsi çərçivəsində təşkil olunan seminarda Mingəçevir şəhərinin orta və ali təhsil müəssisələrindən təhsil alan gənclər, yerli qeyri-hökumət təşkilatları və yerli idarəetmə strukturlarının nümayəndələri iştirak ediblər. Tədbir giriş sözü ilə açan Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmailova seminar iştirakçılarını salamlayaraq onlara vətəndaşlıq, cəmiyyətin inkişafı naminə ictimai-sosial layihələrdə aktiv iştirak və eləcə də vətənpərvərlik tərbiyəsinin inkişafı istiqamətində açıq söhbət edib. Natiq çıxışı zamanı gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hisslərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Layihənin əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanı gənclərimizə tanıtmaq, sevdirmək və onlara Azərbaycanın qorunması ilə bağlı təbliğatımızı həyata keçirtmək və gələcəkdə gənclərin Azərbaycanın yaşanmasında irəli sürən vəzifələri onların qarşısında bir vətəndaş olaraq qoymaqdır. Azərbaycanı tanı, sev, qoru, yaşat adı altında keçirilən seminarda çıxış edən digər təlimçilər də gənclərin müasir Azərbaycanın milli mədəni irsi, ölkəmizdə qəhrəmanlıq nümunələrinin təbliği işində fəal iştirak etmələrini qeyd edərək, onlara tarixi dəyərlərimiz haqqında geniş məlumat veriblər. Sual-cavab şəraitində aparılan və əsas mövzusu Azərbaycan olan seminar zamanı təlimçilər Mingəçevirli gənclərə vətəni sevmək, onu qorumaq və milli dəyərlərin təbliği ilə bağlı suallar ünvanlayıblar. Gənclər isə onlara verilən suallara cavab olaraq səsləndirdikləri fikirlərə müasir Azərbaycan gəncliyinin sağlam düşüncəyə sahib olduğunu bir daha sübut ediblər. Onu da qeyd edək ki, bu cür seminarların paytaxt Bakıda eləcə də ölkənin digər şəhər və rayonlarında təşkil edilməsi planlaşdırılıb. Elmir Həsənov, Faiq Yusufoğlu, Kamil Balakişiyev, LTV Mingəçevir.